Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve bari'il halâikil ecma'in. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina habibi ilahil alemin ve tabibi nüfusina Ebil Qasim Muhammed. Allahümme salli ala Muhammedin ve alihi tayyibin tahirin muntecebin ve la'nud daimi ala a'daihim ecma'in minel ana ila qiyami yevmiddin. Amma ba'd. Eyyuhel mu'minun usikum ve nefsi bi tekvallah. Aziz müminler, sizleri ve özümü ilahi təqvaya dəvət edirəm və Allah Taala'nın Kur'an-ı Kerim'in Maide suresinde buyurduğu kimi Bismillahirrahmanirrahim. El-yevme ekmeltu lekum dinekum ve etmemtu aleykum ni'meti ve raditu lekumul islame dine. El-yevme ye'isellezine keferu min dinikum fe la tehşavhum vehşavni. Sadakallahul aliyyul azim. Aziz müminler, mübarek bir günün içerisindeyiz. Mübarek cümə günündəyik. Zilhiccə ayının inşallah 17-ci günü və sabahki gün inşallah Zilhiccə ayının 18-ci günü çox mübarek bir bayramın ərəfəsindəyik. Ondan sonra da bir bayramımız var, Respublika bayramımız var, yəni Qurtuluş günü bayramı var. Allah Teala bizə müstəqilliyimizi əbədi eləsin. Allah Teala Milli Qurtuluş günü olarak bu bayramı bize daimi eləsin, əbədi eləsin. Allah Teala millətimizi, xalqımızı çətinliklərdən, sıxıntılardan üzü ağ çıxmağı nəsib eləsin inşallah. Onunla beraber Qədirxum bayramı, yəni sabahki gün inşallah Qədirxum bayramı qeyd olunacaq və elə mövzumuz da Qədirxumla bağlı olan mövzudur. Ümumiyyətlə Qədirxum ne demektir? Bu hadisə, bu bayram ne demektir? Mühtəviyyatı, ihtivası nedir? Hz. Peygamberimizin bilirsiniz ki, hicretin 10. ilində son vida həccindən geri dönen zaman Gadirul Xum, yani Gadir vadi demektir. Xum da həmin ərazinin adıdır. Belə bir vadidə həcci tamamlamış hacıları bir yerə cəm eləyir həmin vadidə, hansı ki o vadi elə karvanların getdiyi güzərgahıdır. Yəni karvanlar orada düşərdilər, istirahət eləyərdilər. Elə bir məkan idi. Hz. Peygamberimiz də geri dönən həcdən tamamlamış, həccini tamamlamış və hər kəsin evlərinə döndüyü vaxt Məkkənin kənarında Cəvhə deyilən bir əraziyə yaxın, həmin bu Gadirul Xum ərazisində karvanların dayandığı yerdə cəmaatın dayanmasını əmr edir. Və hədislərdə İslam tarixində var ki, məsələn, Yəməndən 12 minə yaxın hacı gəlmişdi həmin ilə. Yəməndən. Və onların da geri dönüş yeri Cəvhədən deyildi. Başka bir yerden idi. Ama Hz. Resulullah əmr elədi ki, Yəmənə geri dönen hacılar da həmin yerə gəlsinlər. Yəni Gadirul Xum, yəni Xum deyilən o əraziyə gəlsinlər. Yəni Yəmənə gedənlər öz yollarını dəyişdilər, o 12 min hacı ora gəldi. Sonra başka müxtəlif qəbilələr, tayfalar ki, hərə öz ərazisinə, öz yaşadığı məntəqələrinə gedəcəkdilər, qaydacaqdılar. Onları da saxladı, onları da istiqamətləndirdi ora və geridə qalanları gözlədi. İrəlidə gedənlərin də geri dönməsini istədi Həzrət Peyğəmbərimiz. Yəni bütün həccə gedənlər ki, hər kəs artıq həcci tamamlayıb öz evlərinə getmək istirdi. Həzrət Resulullah son həccindən sonra insanları həcdən geri dönən yolda Xum deyilən o ərazidə bir daha cəm elədi. Niyə cəm elədi? Niyə vacib bildi? Çünki Allah Taala'nın bir əmri var idi. Allah-u Teala Həzrət Peyğəmbərimizə əmr eləmişdi. Ya eyyuhər Rasul, bəlliğ mə unzilə iləyk. Maide suresinin 67. ayesinde ya eyyüher Resul, ey peygamber, ey elçi,
Ey mənim sözümü insanlara çatdıran, bəlliğ mə unzilə iləyk, sənə nazil olanı çatdır. Min Rabbik, öz Rəbbindən nazil olanı çatdır. Və illəm təfəal, fəmə bəlləqtə risalətə. Əgər sən bu son əmrimi, yəni bu əmri çatdırmasan, sanki 23 illik risaləti yerinə yetirməmsən. 23 illik risalət nə deməkdir? Həzrət Peyğəmbərimizin çəkdiyi məşəqqətlər, Məkkədəki 13 il müddətində müşriklərin Həzrət Peyğəmbərimizə və ona iman gətirənlərə edilən əzab və əziyyətlər, Şeyb-i Əbu Talibdə 3 il mühasirə müddəti, ondan sonra Mədinəyə hicrət, bütün malını, evini, eşiyini, hər bir şeyini tərk edib Mədinəyə hicrət eləmək, Mədinədə Allah Taala'nın əmri ilə Bədir, Uhud və digər müharibələrdə 80 neçə müharibələrdə iştirak eləmək, cihadlarda iştirak eləmək. Bütün bunlar Allah Taala'nın şərii hökmləri, Qur'an-ı Kərim ayətləri, bütün bunlar Həzrət Peyğəmbərimizin risalətinin içərisindədir. Allah Teala buyurur ki, sən bu yerdə Məkkədən son vida həccindən sonra geri dönəndə Allahın əmrini çatdırmasan, sənin çəkdiyin bütün bu zəhmətlər sanki Allah qatında dəyəri olmaz, qiyməti olmaz. Sanki Allahın heç bir əmrini çatdırmamısan. Yəni bu dərəcədə mühümdür. Bu dərəcədə əhəmiyyətli idi. Ona görə Həzrət Peyğəmbərimiz Yəmənə gedənlərin belə onların yolunu dəyişdirdi, güzərgahını dəyişdirdi. Cavfiyə tərəf yönəltdi, yəni Məkkənin digər bir istiqamətinə, həmin bu Qədir Xum tərəfinə və digər başqa məntəqələrdən, o dövrdə indiki coğrafi adlar yox idi, yəni ölkələr yox idi, sərhədlər yox idi, digər məntəqələrdən gələn hacıların hamısı cəm oldu və həmin il çox idi hacılar. Hamı eşitmişdi ki, Həzrət Peyğəmbərimiz elan edib artıq sonuncu həccini, son həcc ibadətini yerinə yetirəcəkdi deyə bütün Ərəbistan yarımadasından, müsəlmanlardan gücü çatanlar, imkanı çatanlar gəldilər, qoşuldular Həzrət Peyğəmbərimizə və Həzrət Peyğəmbərimizlə o həcci yerinə yetirdilər. Həzrət Rasulullah bu mühüm xəbəri çatdırmaq üçün cəmaatı cəm edəndən sonra hündür bir kürsü, yəni mənbər düzəltdirdi. Deməli, dəvələrin üstündəki, yəni dəvələrin o üstündəki minik vasitələri ilə ki, oraya qalxsın və insanlara öz sözünü çatdırsın. Təbii ki, o vaxt müasir dövrdəki kimi mikrofon yox, səs ucaldıcı yox idi. Həzrət Peyğəmbərimiz sözünün hər bir kəlamının axırıncı adama, sonuncu insana çatması üçün 10 cərgədən bir, 10 sıradan bir carçı qoydurdu. Ki, Həzrət Rasulullah sözünü desin, həmin carçı onun sözünü təkrar eləsin, növbəti 10 cərgədən sonraki carçı yenə də onun sözünü təkrar eləsin, ta ki sonuncu adama qədər Həzrət Peyğəmbərimizin sözü və kəlamı gedib çatsın. Bu mənada Həzrət Peyğəmbərimiz deyəcəyi hər bir kəlmənin nə qədər mühüm olduğunu insanlara, cəmaata bəyan eləməyə başladı. Birinci, təbii ki, xütbəsinə Allah-u Teala'ya həmd-i səna ilə başladı. Həmd-i səna zikr edəndən sonra Həzrət Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm özünün məşhur olduğu, bütün mənbələrin də təsdiq elədiyi, yəni rəvayət elədiyi bu Siqleyn hədisini nəql elədi. Bəzi mənbələr Səqaleyn zikr edirlər, amma Siqleyn adı daha doğrudur. Çünki Səqaleyn o da o mənaya yaxındır, iki ağır əmanət. Ağır, yəni bir var çəkidə ağır, bir də var mühtəviyyatında ağır olan. Məsələn, kitablar var ki, qalın-qalın vərəqləri, yəni qat-qat və yaxud cilt-cilt olan kitablar var. Yüzlərlə cilt olan bir kitab var. Amma Qur'an-ı Kərim bir cilddən ibarətdir. Amma Qur'an-ı Kərimin mühtəviyyatı, hikməti nə qədər böyükdür, dərindir. Və məsələn 100 ton dəmirlə 100 qram qızılın arasında fərq var. Yəni çəkinin ağırlığı deyil. Ona görə Siqleyn mühtəviyyatı dərin olan, ağır olan
əmanəti Həzrəti Peyğəmbərimiz ümməti üçün buraxdığını bəyan elədi və buyurdu ki, inni tərikun fikum əs-siqleyn, mən sizə möhtəviyyatı, yəni hikməti, dərinliyi ağır olan iki əmanəti tərk edirəm. Mə in təməssəktum bihimə lən tadillu. Əgər siz bunların ikisindən də möhkəm tutsanız, bunların ikisini buraxmasanız, ehmal etməsəniz, onlara əhəmiyyət versəniz, onlar sizi neyniyər? Fəlaha çatdırar, səadətə yetişdirər. Onlar sizi cənnətə yetişdirər. Onlar nələrdir bu iki ağır əmanət? Buyurdu, Kitab Allah və itrati əhl-i beyti. Bunlar mənim Allahın kitabı və mənim əhl-i beytim olan, itrətim olan əhl-i beytimdir. Və ennəhumə lən yəftəriqa həttə yəridə aleyyəl havz. Bunlar ikisi də bir-birindən ayrı düşməzlər. Həzrəti Peyğəmbərimiz buyurdu ki, mənim bu iki əmanətimin hər ikisi bir-birindən ayrı düşməyəcək. Sonra buyurur ki, ey insanlar, ya mə'şərən nas, innə aliyyən və tayyibinə min vuldi humus səqalil əsğar. Vəl-Qur'an əs-siqlul əkbar. Buyurur ki, ey insanlar, həqiqətən Əli və mənim övladlarımdan olan pak imamlar səqalul əsğardirlər. Yəni, çox ağır və bahalı şeyin kiçiyidirlər. Qur'an isə səqalul əkbardır. Qur'an isə onun böyücüdür. Onlar ikisi də bir-birindən xəbər verər. Yəni, Qur'an əhl-i beytdən xəbər verər. Əhl-i beyt də Əli və övladları da Qur'andan xəbər verər. Biri-birindən xəbərdar olandırlar. Bu səqaleyn, bu iki ağır əmanət biri-biri ilə sıx bağlı olan əmanətlərdir. Heç də biri-birindən tam ayrı dəyərlər deyil. Bunlar ikisi biri-biri ilə iç-içədirlər. Biri-biri ilə sıx əlaqədədirlər. Onlar qiyamət günü Kövsər hovuzunun kənarında mənə yetişənə qədər biri-birindən heç vaxt ayrılmazlar. Yəni, Həzrəti Əmir-əl-Möminin əleyhissalam və onun pak övladları Allah Taala'nın ikinci səqlül əkbər olan Qur'an-ı Kərimdən heç vaxt ayrı qalmaz. Bunlar bir-birini tamamlayırlar. Qur'an əhl-i beyti tamamlayır, Əhl-i beyt Qur'anı tamamlayır. Qur'an əhl-i beyti bəyan edir, əhl-i beyt haqqında xəbər verir, əhl-i beyt də Qur'anın mənalarını, təvilini və təfsirini, xassını və əmmini, yəni bütün xüsusiyyətlərini bizlərə çatdırır. Həzrəti Peyğəmbərimiz bu hədis-i şərifin zikrindən sonra gəlir, sonra Həzrəti Əmir-əl-Möminin, yəni halallarından, haramlardan danışır. Buyurur ki, sizin Peyğəmbərin Allah Teala tərəfindən xəbər verdiyi halallar qiyamət gününə qədər də halaldır və haramlar da qiyamət gününə qədər də haram olar. Sonra özünün tezliklə dünyadan köçəcəyini xəbər verir və həqiqətən də 2 ay 10 gündən sonra Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu dünyadan rihlət elədi, dünyadan köçdü. Sonra Həzrəti Əmir-əl-Möminin əleyhissalamın fəzilətlərindən xəbər verir, onun hansı fəzilətlərə sahib olmasından danışır. Sonra Həzrəti Əmir-əl-Möminin əleyhissalamın vilayətini elan edir. Onu gözü axtarır insanlar arasında, görür Həzrəti Əmir-əl-Möminin əleyhissalamın yanında, çağırır və qaldırır onu kəcavələrin üstünə, öz yanına və əlini qaldıraraq bəyan edir. Mən kuntu mavlahu. Kim məni özünə mövla bilirsə, əvvəl soruşur cəmaatdan. Soruşur ki, Ələstə əvlə bikum min ənfusikum. Mən sizə sizin özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi? Daha artıq vəli deyiləmmi? Vəli sözünün mənası, məsələn, bir insanın valideyni, insanın, övladın vəlisidir. Valideyn sözü də oradandır. Yəni, vəli olmaq. Yəni, onun bütün övlad atasına, anasına tabidir. Atasının anası sayəsində böyüyür, boya başa çatır. Ata-anası onu necələr ruzisi ilə təmin edir, onu soyuqdan, istidən, təhlükələrdən qoruyur, geyindirir, keçindirir və s. Bu mənada valideyn övladların vəlisidir, vəlisi sayılır.
Və Həzrət Peyğəmbərimiz də buyurur ki, mən sizə sizin özünüzdən də artıq üstün vəli deyiləmmi? Ondan başqa uşaq özü də özünə vəlidir, özü də özünə ixtiyar sahibidir, övlad. Və müəyyən yaşdan sonra, artıq həddi buluğa çatandan sonra özü özünün ixtiyar sahibidir. Amma Həzrət Peyğəmbərimiz Qur'an-ı Kərimin ayət-i kəriməsindən irəli gələrək bu sualı verir. Allah Teala Qur'an-ı Kərimdə buyurur: Estağfirullah. En-nebiyyu awla bil mu'minina min enfusikum. Peyğəmbərin haqqı möminlərin canı və mallarından istifadə etmək barədə istəyi, haqqı onların öz istəklərindən, haqlarından irəlidir. Yəni bir möminin malı, canının ixtiyarı özündən çox Peyğəmbərə məxsusdur. Peyğəmbərin ixtiyarı bu qədər üstündür. Ona görə Həzrət Peyğəmbərimiz deyəndə ki, Allah Teala əmr edir, mənimlə cihada gedin, heç kəs orada inkar eləyə bilməz. Həzrət Peyğəmbərimiz və yaxud məsum imam əmr edirsə, deməli o bizim öz canımızdan da, özümüzdən də öz canımıza ixtiyar sahibidir və onun əmrinə tabi olunmalıdır. Həzrət Peyğəmbərin vilayəti bir nəfsə və yaxud bir nəfərə onun özündən daha çox ixtiyarı çatır, vilayəti çatır. Bu mənada Həzrəti Peyğəmbərimiz bu ayət-i kərimədən irəli gələrək soruşur: Ələstu əvlə bikum min ənfisikum? Mən sizə sizin özünüzdən də daha artıq ixtiyar sahibi deyiləmmi? Bütün müsəlmanlar 120 min hacı hamısı birlikdə təsdiq elədilər. Bələ əntə məvlənə və vəliyyü əmrinə. Dedilər, əlbəttə, sən bizim mövlamızsan, sən bizim ixtiyar sahibimizsən və sən bizim əmrimizin sahibisən, yəni bütün işlərimizin sahibisən deyə Həzrəti Peyğəmbərimiz bu suallar cavab aldıqdan sonra Həzrəti Əmirəl-Möminin əleyhissalamın vilayətini elan elədi. Mən kuntu mavlahu fəhəzə aliyyun mavlahu. Mən əgər sizin təsdiq etdiyiniz kimi sizin mövlanızamsa, bu Əli də sizin mövlanızdır. Mən necə sizə ixtiyar sahibiyəmsə, Əli də o cür sizə ixtiyar sahibidir. Sonra Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Həzrəti Əmirəl-Möminin əleyhissalamın vilayətini elan edəndən sonra dua elədi ki, bu dua bu gündə Həzrəti Əmirəl-Möminin əleyhissalamın vilayətini qəbul edənlərə şamildir. Yəni inşallah bu gündə sizlərə şamildir. Həzrəti Peyğəmbərimiz əllərini açdı, Allah Teala'dan istədi. Allahümmə vəli mən vəlahu. Allahım, ilahi, onu sevəni sən də sev, Əlini sevəni sən də sev. Və adi mən adahu. İlahi, Əliyə düşmən olana sən də düşmən ol. Və xzul mən xəzəlahu. Kim onu aşağılamaq istəsə, ilahi sən də onu aşağıla deyə dua elədi. Və sonra buyurdu: Və ədril haqqa ma'ahu heysu mədara. Dedi ki, ya Rabbi, ey Allahım, haqqı Əli haradadırsa onun ətrafında dövr elətdir. Demədi ya Rabbi, haqq haradadırsa Əli onunla olsun. Dedi ki, ya Rabbi, Əli haradadırsa haqq onun yanında dövr eləsin. Haqqı Əli ilə bərabər elə. Fəaliyyün mə'al haqq. Və Əli haqq ilədir. Vəl haqqu mə'al Ali. Və haqq da Əli ilədir deyə Həzrət Peyğəmbərimiz dua eləyəndən sonra bütün orada olanların hamısına bəyan elədi, əmr elədi ki, gəlsinlər Həzrət Əmirəl-Möminin əleyhissalama bu vilayətinə görə beyət eləsinlər. Və 3 gün ərzində o Qədir Xumda müsəlmanlar 120 mindən çox olan həcdə olan müsəlmanlar gəldilər Həzrət Əmirəl-Möminin əleyhissalama, birbaşa onu təbrik elədilər və ona beyət elədilər, beyətlərini təsdiqlədilər, ona tabi olacaqlarını bəyan elədilər və bu günü Allah-u Teala da necə deyərlər, çox uca bir dəyərlərlə dəyərləndirdi və Allah-u Teala buyurdu ki, "Əl-yevmə əkməltu ləkum dinəkum." Bugün sizə dininizi tamamladım. Yəni o gün ki, Həzrəti Əmirəl-Möminin əleyhissalamın vilayətinə
vilayəti ilə Allah Taala'nın əmri, göstərişi ilə Həzrət Peyğəmbərimiz o vilayəti elan elədi. O vilayətlə olan dini tamamladım. Həzrət Əmir Əl-Mömin Əleyhisselamın vilayəti ilə olan din tamamlandı. Və ətməmtu aleykum ni'məti və nemətimi itmam elədim, tamamladım. Və raditu lekumul İslamə dinən və İslamı sizə din olaraq Həzrət Əmir Əl-Möminin Ali ibn Əbi Talibin vilayəti üzərə bu dini sizə razı bildim. Əl-yevmə ye'səl-ləzinə kəfəru. Bax, bu gün kafirlər səni, ya Peyğəmbər, səni və əlini sevməyənlər məyus oldular. Yəni həmin gün o düşmənlər ki, Həzrət Peyğəmbərimizi və onun əhl-i beytini istəmirdilər və yaxud Həzrət Əleyhisselamı istəmirdilər, sevmirdilər ki, o Həzrət Peyğəmbərimizdən sonra İslamın hidayət edici imamı kimi, Allah Taala'nın seçdiyi bir hüccət kimi bu ümmətin başında olsun, üzərində olsun, onlar məyus oldular. Amma çox təəssüf ki, çox keçmədən Həzrət Peyğəmbərimizdən sallallahu aleyhi və aleyhi və səlləmin vəfatından sonra o ümmət Həzrət Peyğəmbərimizin o mirasına, o ağır qoyub getdiyi əmanətinə sahib durmadılar, sahib olmadılar. Quşun iki qanadı quşu uçurdar, zirvələri fəth elətdirər. Bir qanadına hara uça bilər? Bir qanad sınsa, o quş heç bir yerə uça bilməz. İslam dini də sanki o quşun iki qanadı kimi havalarda, zirvələrdə uçmalıydı. Yəni bir qanadı Qur'an-ı Kərim, digər bir qanadı Peyğəmbər əhl-i beytinin vilayəti üzrə. Əgər bir qanad olmasa o quş hara uça bilər, hara qədər gedə bilər? Bu mənada ümmət ki, o qanadı sındırmaq üzrə oldular, o tərk olunan ağır əmanətin birinə sahib olmadılar və bu şəkildə zəifləyərək, sıxıntılara məruz qalaraq 100 illərlə gəlib bu hala yetişdi. Əgər Həzrət Əmir Əl-Mömin Əleyhisselamın vilayətində qalsaydı, bütün müsəlmanlar, bütün Allaha və Peyğəmbərinə iman gətirənlər, yəni İslam cəmiyyəti bəlkə bu hala gəlməzdi. Seyyid Əzim Şirvaninin bir sözü var, buyurur ki, bu səri çeşmə əzəldən bulanıb ey qafil. Bu səri çeşmə əzəldən bulanıb ey qafil. Gör kimə tabi olursunuz, sizə Mövla kim idi? Buyurur ki, bu sərçeşmə, yəni çeşmənin başı, çeşmə bulağın başı əvvəldən bulanıb. Gör, sən kimə tabisən, amma sənin Mövlanı Allah Teala kimi qərar vermişdi. Yəni biz Mövlamızı Allahın bizə razı bildiyi, Peyğəmbərin bizə razı bildiyi, seçdiyi Mövlanın ətrafında, yanında olsaydıq, biz yəni daha böyük, necə deyərlər, dünya və axirət uğurları bizimlə olardı. Hz. İmam Baqir Əleyhisselamın bir gözəl hədisi şərifi var. Buyurur ki, Buniyəl İslamu alə xamsin. Buyurur ki, İslam 5 sütunun üzərindədir. Yəni İslamın daşıyıcıları, yəni İslam əhli, müsəlman əhli 5 sütunun üzərində öz dinlərini davam elətdirirlər. Bu 5 sütun olmasa insanın dini davam eləməz. Yəni din üzərində insan qala bilməz. Özü də ki, bu rükünlər davam edici rükünlərdir. Yəni məsələn, bir rükün, məsələn, kəlmə-i şəhadəti gətirdim, bir dəfə kifayət elədi, xeyr. Bu davam edicidir. Hansılardır? Buyurur ki, birinci namaz. Namaz nə etməlidir? İnsan daima dinində sabit qalması üçün namaz sütununu tərk eləməməlidir, buraxmamalıdır. Namazı buraxdınsa, sütunun biri qırıldı. Aydındır. O sütun qırıldısa, onun üzərində qalmaq olar, İslam qala bilər, insanın yəni dini qala bilməz. Deməli, birinci namaz, namazda davamiyyət. İkincisi əs-savm, Ramazan ayında oruç tutmaq. Ramazan ayı yetişdi, oruç tutanlar var, tutmayanlar da var. Oruç tutmadınsa, deməli, rükünün birini yerinə yetirmədin. Sütunun birini qırdın, birini də qırdın. Əgər namaz da yoxdursa, oruc da yoxdursa, deməli, İslam nə oldu? Sənin İslamın, sənin dinin 2 sütunsuz oldu. Əyri əmələ gəldi, əyri oldu. Sonra 3-cü buyurur ki, əz-zəkat,
zəkat vermək, xums vermək. Yəni Allah Taala'nın əmr etdiyi haqqı qazancından çıxartmaq, haqq sahiblərinə əda eləmək. Bu da bir rükündür. İnsan yaşadığı ömrü boyu ölənə qədər namaz da qılmalıdır, oruç da tutmalıdır və qazancından da zəkat da verməlidir. Bu da davam edicidir. Dördüncü, əl-həcc. Yəni imkanı çatdıqda həccə getməlidir. Yəni o şərait ki ona yarandı, mütləq ömründə bir dəfə də olsa o şərait 70 yaşda yetişsə də o yaşda da olsa getməlidir. 80 yaşda da yetişsə həccə getmək imkanı o getməlidir. Yəni ondan saqit olmaz. Yəni o əmrlər ki ondan saqit olmaz, bütün ömrü boyu ona vacibdir. Beşinci də əl-vilayə. Vilayət insandan, yəni dininin tamamlanması üçün, dininin ayaq üstə qalması üçün əsas sütunlardan biridir. Və bu davam edicidir. Necə namazı tərk eləmək olmaz, necə orucu bir Ramazan tutaq, o biri Ramazan ayı tutmayaq olmaz, necə yaşadığın müddətcə zəkat verməlisən, həccə getməlisən, vilayət də bu cürdür. Yəni insan ömrü boyu öz vilayətini, yəni vəliyi əmrini, öz vilayət sahibini tanımalıdır. Həzrəti Əmir Əl-Mömin əleyhissalamı tanımalıdır. Həzrəti İmam Sadiq əleyhissalamdan da bir gözəl hədisi qüdsünü inşallah nəql edeyim. Həzrəti Peyğəmbərimizə Allah-u Teala belə nəql edir. Deyir, ya Rasulum, vilayətu Ali ibn Əbi Talib hisni. İmam nəql edir. Buyurur ki, Həzrəti Peyğəmbərimizə Allah Teala belə buyurur. Buyurur ki, Ali ibn Əbi Talibin vilayəti mənim qalamdır. Allah Teala buyurur. Əmir Əl-Möminin Ali ibn Əbi Talibin vilayəti, kim o vilayəti qəbul eləyərsə, o mənim qalama daxil olar. Fəmən dəxələ hisni əminə min əzəbi. Kim mənim qalama daxil olsa, mənim əzabımdan amanda qalar. Allah'a andiririk izzətinə, cəlalına, böylüyünə, Həzrəti Əmir Əl-Möminin əleyhissalamın Allah yanında olan haqqına bizi Həzrəti Əmir Əl-Möminin və onun övladlarının vilayətində sabit qədəm eləsin. Bizi həqiqi Əmir Əl-Möminin vilayətində olanlardan eləsin. Dünya və axirət nə Qur'an-ı Kərimdən, nə də Əmir Əl-Möminin əleyhissalamdan bizi ayrı salmasın. Allah Teala bu mübarək bayramı, yəni Qədir Xum bayramını hər birimizə vilayətində sabit qədəm və möhkəm olmağımızla hər birimizə mübarək eləsin. Zəmanə imamımıza inşallah itaətdə və vilayətində sabit qədəm eləsin. Onun intizarını çəkənlərdən bizləri eləsin. Onun zuhurunu təcil eləsin. Sabahki gün ki Qədir Xum bayramıdır, o günün çox gözəl, müxtəlif, fərqli, gözəl yəni ibadətlər var ki, o ibadətləri yerinə yetirmək müstəhəbbidir. Ən gözəli, ən gözəllərdən biri budur ki, həmin gün oruç tutula. Oruç tutmağın çox böyük fəziləti var. 60 il ibadətə bərabərdir. Qədir Xum günü, bayramı günü oruç tutmağın. Sonra zöhrdən qabaq 2 rəkət namaz qılınması müstəhəbbidir, Fatihə və sonra Qədir surəsi, 2-ci rəkətdə isə Fatihə və İxlas surəsi. Namazdan sonra isə səcdədə 100 dəfə şükran lillah və 100 dəfə elhamdülillah zikrini zikr eləmək. Ümumiyyətlə, vilayət Əmir Əl-Mömin əleyhissalam, vilayət özündən əvvəlki rükünləri doğrulayan bir rükündür. Sonuncu 5-ci rükündə olsa, özündən əvvəlki məsələn namazı doğrulayar. Əgər vilayət doğru olsa, vilayətimiz doğru olsa, yəni sabit qədəm olsaq, yəni buyurur ki, təshihus salah, vilayət bərabərdir namazın doğru qılınması. Əl-vilayətu təshihus siyam, vilayət orucun doğruluğunu möhkəmləndirər, orucu doğru edər. Tuttuğumuz orucun qəbul olunmasına zəmanət olar, zamin olar. Əl-vilayətu təshihul həcci və zəkə. Vilayət həccin və zəkatı doğrulayar, möhkəmləndirər. Əl-vilayətu təshihu ə'mələk. Əv tusahhih ə'mələk. Vilayət, yəni doğru vilayət üzərində olsan, sənin bütün əməllərini doğrulayar, möhkəmləndirər.
Allah'ın verdiği izzətinə, cəlalına bizi Həzrət Əmir Al-Mömin əleyhissalamdan ayrı salmasın. Bayramımızın mübarək olmasına, İmam Zaman ağanın salamatçılığına və ona təbrik niyyəti ilə Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr elə. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Allahus samed. Lem yelid və lem yulad və lem yekun lehu kufuven əhəd. Sadaqallahu aleyhi. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد اللهم صل على محمد وآل محمد وعلى وصيه وخليفته يعصوب الدين أمير المؤمنين علي بن أبي طالب عليه السلام وعلى قرة العين الرسول الزهراء البتول وعلى الحسن والحسين وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري اللهم صل عجل الله تعالى فرجه الشريف أرواح العالمين لتراب مقدمه الفداء اللهم افتح علينا أبواب رحمتك ويسر علينا خزائن فضلك وكرمك يا أكرم الأكرمين ويا أرحم الراحمين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم. Aziz müminler, Qədir Xum bayramı ilə bağlı Allah Teala əvvəla bu bayramı hamımıza mübarək eləsin. Gözəl bir bayramdır. Ümumiyyətlə dinimizdə iki böyük bayram var. Qurban bayramı, bir də Fitr bayramı, Ramazan bayramı. Bu bayramlar Firu'ud-dindən irəli gələn bayramlardır. Yəni dinin əsası deyil, dinin budaqlarından, şöbələrindən. Ki Firu'ud-din dinin şöbələri deməkdir. Yəni namaz, oruc, zəkat, xums, həc, bunlar dinin budaqlarıdır. Bu bayramlar dinin budaqları, Firu'ud-dinin bayramlarıdır. Amma Qədir Xum Üsul-i-dindən olan bayramdır. Yəni Üsul-i-din 5'dir, 3-cü və 4-cü imamətin bayramıdır. Vilayət bayramıdır. Ona görə bu bayram yəni heç də o biri digər iki bayramdan geri qalan bayramlar deyil. Bəl-əzam, bəlkə də ən əzəmətlisidir. Bəlkə də ən ucasıdır. Hz. İmam Rıza əleyhissalam bu bayram haqqında buyurur ki, əgər insanlar bilsəydilər bu bayramın üstünlüyü nə dərəcədədir, onu heç vaxt yaddan çıxartmazdılar. Çünki insanlar bu bayramın əzəmətini idrak eləsələr, gündə 10 dəfə mələklər səmadan elə enər və o bayramın həqiqətini tanıyanlarla gəlib əllə görüşərlər, toxunarlar onlara. Təsafəhum, onlarla əllə görüşərlər. Yəni, bu bayram çox əzəmətli bir bayramdır. Həzrəti Əmir Al-Möminin əleyhissalamın fəzilətlərini Həzrəti Peyğəmbərimiz elə o vida həccində Qədir Xumda zikr elədi. Qur'an-ı Kərimdən də bir ayət-i kəriməni zikr edeyim bayram münasibəti ilə inşallah. Allah Teala qəbul eləsin, təbərrük olsun. Allah-u Teala İbrahim surəsinin 24 və 25-ci ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. Ələm tərə keyfə zaraballahu məsələn kəlimətən tayyibə kəşəcəratin tayyibətin əsluhə səbitun fər'uhə fissəmai tu'ti ukuləhə kullə hinin biizni rabbihə və ilə əxiril ayə. Buyurur ki, Allah Teala'nın necə məsəl çəkdiyini qəlb gözü ilə görmədinmi? Ki, Hz. Peyğəmbərimizə və bizə buyurur. Bəsirət gözü ilə, qəlb gözü ilə Allah Teala'nın məsəl çəkdiyini görürsənmi? Bu ayətdə misal çəkir. Allah Teala bir gözəl bir kəlam işlədir və o kəlamı, o dəyərli sözü bizlərə izah eləmək üçün misal çəkir.
Buyurur ki, pak kelimenin kökü kelimetün tayyibə, bir pak kelime sözün zikr edir ve buyurur ki, onun misali kökü yerde möhkem olan, budaqları ise göydə olan pak ağaca bənzədib. O ağac Rəbbinin izniyle həmişə daima müxtəlif meyvələr verər. Bu ayet-i kərimədə Allah Teala bizə nəyi bildirmək istəyir? Nəyi bəyan eləmək istəyir? Əvvəla pak kəlmə nədir? Pak kəlməni pak ağaca, gözəl ağaca bənzətmə nədir? Və ağacın fərqli sifətlərini, xüsusiyyətlərini zikr eləmək nə üçündür? Qur'an-ı Kərimdə, İbrahim surəsində. Ümumiyyətlə, Allah-u Teala Qur'an-ı Kərimdə bir çox ayələri, bir çox məsələləri məsəllərlə, misallarla izah edir. Qur'anın icazı ondadır ki, Qur'an heç də alimlərə nazil olmayıb. Qur'an ümumi cəmaata nazil olub. Hər kəs üçün nazil olub. Ona görə hər kəsə daha yaxın olsun, daha aydın olsun deyə bir çox məsələləri misallarla izah edir. Ona görə Allah-u Teala özü Qur'an-ı Kərimdə də buyurur. Bismillahirrahmanirrahim. Və laqad darabna lin-nasi fi hazal Qur'ani min kulli meselin la'allahum yetezekkerun. Buyurur ki, biz bu Qur'anda insanlar üçün hər cür məsəl çəkdik ki, bəlkə ibrət götürərlər. Yəni insanlar üçün daha aydın olsun və ibrət götürsünlər. Hər şeyə misal çəkib. Bir başqa bir ayətə kərimədə Allah Teala buyurur ki, İnnallaha la yastahi an yadriba məsələn ma ba'udatan və ma fawqaha. Allah Teala kiçik ağcaqanaddan belə və ondan böyük şeylərdən belə, yaradılmışlardan belə misal çəkməkdən çəkinməz. Yəni ağcaqanaddan belə misal çəkər. Allah Teala istəsə, yəni insanlara aydın olsun deyə, ibrət götürsünlər deyə. Hakim Həsqani adında 1400-cü illərdə yaşamış bir böyük İslam alimidir. Şevahid-ü Tenzil kitabında buyurur ki, sizin özünüz də eşitmişsiniz xütbələrdə, Qur'an-ı Kərimdə Həzrəti Əli əleyhissalama aid 300-ə yaxın ayət var. Ayət-i kərimə var. Qur'an-ı Kərimdə Həzrəti Əmir al-Mu'mininə aid olunan 300-ə qədər ayət var. Bu ayət-i kərimələrdən bəzisi elə Həzrəti Əmir al-Mu'minin əleyhissalamın özü barəsində bəhs edib. Bəzisi 12 imam barəsində bəhs edib. Bəzisi Ali Əba 5 kimsənə barəsindədir. Bəzisi isə iman gətirmiş möminlər barəsindədir ki, o möminlərdən də ilklərindən birincisi olan Həzrəti Əli əleyhissalamın nümunəsindədir. Yəni bu 300-ə qədər olan ayət 4 qrupa bölünür. Birinci qrup Həzrəti Əmir al-Mu'minin əleyhissalamın özünə aid olan ayələrdir. İkinci qrup 12 imama aid olan, məsələn, Ati'ullaha və Ati'ur Rasul və ulul əmri minkum. Allaha və Peyğəmbərə və sizdən olan əmir sahiblərinə itayət eləyin ayəsi 12 imama aiddir. Yəni Allah Taala'nın höccətlərinə aiddir. Və yaxud yuxarıda oxuduğumuz bu ayət-i kərimə Ali Əba və yaxud möminlər haqqındadır. Və yaxud, məsələn, Mübahilə ayəsi 5 kimsənəyə aid olan ayələrdir. Yəni, bu 300 ayə fərqli qruplarla Həzrəti Əmir al-Muminin və onun pak əhli beytinə aid olan ayələrdir. İndi bu ayət-i kərimədə Allah Teala nə buyurur? Buyurur ki, Daraballahu məsələn kəlimətən tayyibətən kəşəcəratin tayyibə. Allah Teala bir misal varır. Gözəl kəliməni oxşadır gözəl bir ağaca. Bənzədir gözəl bir ağaca. O kəlimə, gözəl kəlimə nədir? Kimdir? Bəzi müfəssirlər bu gözəl kəliməni tövhid kəlməsi kimi adlandırıblar. La ilahə illallah kəlməsi. Amma bəzi müfəssirlər də deyiblər ki, gözəl kəlimə Allaha iman gətirmiş mömindir. Mömin Allahın gözəl kəlməsidir.
Necə ki Allahu Teala İsa Məsihi özünün kəlməsi adlandırır Ali İmran surəsində. Allah Teala orada buyurur Bismillahirrahmanirrahim. İz qaletil melaiketu ya Meryem innallaha yubeşşiruku bi kelimetin minhu ismuhul Mesih İsa ibn Meryem. Buyurur ki o zaman ki mələklər dedilər ey Məryəm həqiqətən Allah sənə öz tərəfindən adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdəliyir. Adı İsa Məsih olan bir kəlmə ilə müjdəliyir. Deməli Allah Teala bir mömin bəndəsini İsa Məsihi kəlmə adlandırır. Deməli bütün möminləri də kəlmə adlandıra bilər. Ümumiyyətlə kəlmə niyə adlandırır? Hər bir insanın dediyi söz kəliməyə çevrilir də, düzdür? Kəlimə kimə aiddir? Hər bir kəlmə danışanın özünə aiddir, danışana aiddir. Məsələn, mən bu danışdıqlarım mənə aiddir, mənə qayıdır, sahibi mənəm, məsələn deyirəm. Hər bir sözü, söz öz sahibindən xəbər verir. Kim hansı sözü bəyan edibsə, məsələn, Həzrət Əmir Əl-Möminin Nəhcül Bəlağəsində nə kəlamlar var. O kəlamlardan bilirsən ki, bu sözü deyən elə belə adi adam deyil. Bu sözü deyən möminlərin əmiridir, Allahın höccətidir. Vilayətin, yəni ikincisidir Həzrət Peyğəmbərimizdən sonra sahibidir. Ona görə hər bir kəlmənin öz sahibinə qayıtdığı üçün, öz sahibindən, o sözün sahibindən aid olduğuna qayıtdığı üçün ondan xəbər verir, onun kim olduğunu bildirir. Allah-u Teala da buyurur ki, İsa Məsih mənim möcüzəmdir, mənim kəliməmdir, onun sahibi mənəm. Onu biləsiniz, o mənada kəlmə adlandırır. Bir mömin də Allah-u Teala'nın bu mənada kəliməsidir. Mömin öz Rəbbindən xəbər verir. Mömin öz gözəl xüsusiyyətləri ilə öz yaradanından xəbər verir, xaliqindən xəbər verir, Allah Teala'dan xəbər verir. Ona görə burada da ki, kəlimətən tayyibətən buyururlar ki, burada məna elə mömindir. Bir mənası da mömindir. Hansı ki o mömin öz Allahından, Rəbbindən xəbər verir. Sonra o mömini Allah Teala bənzədir gözəl bir ağaca. Və bu ağacın 5 xüsusiyyətini zikr edir. Buyurur ki, birincisi budur ki, kəşəcəratin tayyibə. O ağac çox gözəldir, xoş mənzərəlidir. Yəni o ağaca baxanda gözlər valeh olur. Qəlbləri fəth edir o ağac. Yaşıllığı ilə, budaqları ilə, gözəlliyi ilə xoş mənzərəlidir. İkincisi, əsluhə sabitun. Onun əsli yerdə sabitdir, möhkəmdir. Kökü möhkəmdir. Üçüncüsü, və fər'uha fis-səmə. Onun budaqları səmaya can qalxır. Elə bir ağacdır ki, o ağac budaqlar səmaya qədər. Göylərə dəyir budaqları. Dördüncüsü, hər cür meyvə var bu ağacda. Bir meyvəli ağac deyil. Beşincisi, hər zaman verər meyvə. Mövsümü ağac deyil. Ki, mövsümü deyil. Deməli, mömin də bir ağaca bənzəyir ki, bu 5 xüsusiyyəti özündə daşıyır. Birincisi var, nədir? Ağac var ki, budaqları yanıb, nə bilim, yarpaqları tökülüb, quruyub, sınıb, bu ağaca kim yaxınlaşar? Budaqları qırılmış, sınmış, yanmış, nə bilim, görkəmi pis olan ağaca kim yaxın? Heç kəs onun kölgəsinə gəlməz. Deməli, gözəl, yaşıl, yarpaqlı, gözəl ağaca insanlar yaxınlaşar, onun kölgəsində kölgələnərlər, onunla ünsiyyət saxlayarlar, gedib gələrlər, o ağacın ətrafında daim görərsən ki, onun ətrafında insanlar var. Deməli, mömin də o ağac kimi xoş ətirli olsa, xoş əxlaqlı olsa, gözəl olanda o möminin ətrafında insanlar olar. O mömin insanlara ətir saçar, gözəllik saçar. Və insanlar o möminlə ünsiyyət saxlayanda qəlbi rahatlıq tapar. Və möminin də gözəlliyi, xoş əxlaqlığı o ağaca bənzəyər. İkincisi, o ağacın deyir, kökü möhkəmdir, sabitdir. Onu heç bir yağış, tufan, küləklər yerindən çıxarda bilməz. Möminin də kökü, etiqadı möhkəm olanda
tövhidə inancı möhkəm olanda, ədlə, imamətə, nübüvvətə, məada inancı möhkəm olanda, heç kəs onu öz etiqadından, inancından dəyişə bilməz. Onun nəfsani istəkləri, qəzəbi onu azdıra bilməz. Onu pis yollara sürükləyə bilməz. Onu özündən çıxarda bilməz. Yəni o bütün necə deyirlər, xüsusiyyətləri, gözəl xüsusiyyətləri özündə saxlayar. Necə ki, qəzəbinə, şəhvətinə təslim olmaz. Hz. Əmir Əl-Mömin əleyhissalam necə ki buyurur, deyir ki, əgər qeybin pərdələri çəkilsə, qeyb nədir? Yəni, axirətin pərdələri. Ölümdən sonra nə baş verəcək? Bunların deyir, pərdələri çəkilsə, mənim yəqinimdə bir anda olsa, bir damlada olsa, heç bir dəyişiklik olmaz. Heç bir dəyişiklik olmaz. Yəni, mən dünyadaykən qeybi görürəm. Qeybə bu qədər imanım var, inancım var. Ölümdən sonraki həyata, qiyamətə, hesaba, cənnətə, cəhənnəmə, zəmanə imamına bu qədər etiqadım var. O qeyb pərdələri bizim hər birimizin gözündə var. Biz bir də Rəbbimizin rəhmətinə qovuşanda o qeyb pərdələri gözümüzdən çəkiləcək. Amma Hz. Əmir Əl-Möminin buyurur ki, mən həyatdaykən o qeyb pərdələri çəkilsə, mənim etiqadımda, mənim yəqinliyimdə heç bir şey dəyişməyəcək. Necə o pərdələr var da həmin həqiqət deyəm, həmin yəqin deyəm, o çəkilsə də o yəqin deyəm. Yəni, ağacın kökü necə sabitdir, möminin də kökü, etiqadı o cür sabitdir. Hz. Əmir Əl-Möminin onun timsalında. O ağacın budaqları səmaya, üçüncü xüsusiyyəti. O ağacın budaqları səmaya çatar. Nə deməkdir? Ağacın budaqları səmaya çatar. Bir ağac ki, hündür olar, budaqları hündür olar, onun kölgəsi də geniş olar, böyük olar. Onun kölgəsində hər kəs kölgənələ bilər. Hər kəs ondan istifadə edə bilər. Onun meyvəsi də çox olar və onun ətrafına insanlar cəm olar. İnsan var ki, özünün özünə heç bir xeyri yoxdur. Heç özünün özünə xeyri yoxdur. Amma mömin var ki, onun kölgəsindən hər kəs istifadə edir. Hər kəs onun elmindən faydalanar. Hər kəs onun ədalətindən faydalanar. Hər kəs onun helmindən faydalanar. Bu mömin həmin o ağaca bənzədilir. Çünki o mömin ki, insanlar hamısı ondan faydalanar. Hətta qatili belə ondan faydalanar. Qatilinə belə südü ona əsirgəməz. Dördüncü də odur ki, hər növ meyvə verər. Ağaclar adətən bir növ meyvə verir. Amma hədislərimizdə var, cənnət ağacları, axirət ağacları hər növ meyvə verər. Tuğba ağacı bir meyvə verməz. Bir ağac hər meyvədən verər. Yəni, hər xüsusiyyəti özündə cəmləşdirib, gözəl xüsusiyyəti. O mömin də elə bir gözəl xüsusiyyətə sahibdir ki, məsələn, bizlər görərsən ki, tək meyvəli biz ağaclarıq. Amma Hz. Əmir Əl-Mömin belə deyir daha. Məsələn, bizlərin ola bilər ki, elmimiz var, nə bilim, helmimiz yoxdur. Ədəbimiz var, nə bilim, ibadətimiz yoxdur. İbadətimiz var, ixlasımız yoxdur. Qəzəbimizi kontrolda saxlaya bilmirik. Səbirsizlik və s. Bizlər bəzən bir meyvəli insanlar o. Amma Hz. Əmir Əl-Möminin bütün kamal sifətləri Hz. Əmir Əl-Möminin əleyhissalamda idi və o gözəl ağac şəcəratü tayyibə mövsümü deyil. Bizlər bəzən görərsən ki, Ramazan ayında Allaha daha çox yaxın olmaq istəyirik. Qədir gecələrində Allahla söhbət edərik, istiğfar edərik, tövbə edərik. Qədir gecələri qutardı, yenə də günahlar bizi öz ağuşuna olar. Amma möminlər var ki, onları heç nə bir anda olsa Allahın zikrindən Allahdan uzaqlaşdırmaz. Necə ki, Qur'an-ı Kərimdə Nur surəsində Allah Teala buyurur: "Ricalun la tulhihim ticaretun və la bey'un an zikrillah və iqamis salati və itaiz zaka." Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilərdir o kəslər. O kişilərdən ən barizi, o möminlərin bu ayət-i kərimənin ən gözəl nümunəsi Hz. Əmir Əl-Mömin əleyhissalamdır.
Yəni insanlıqda kamal sifətlərində axtardığımız ən gözəl sifətlər Həzrəti Əmir Əl-Mömin əleyhissalamdandır. Allahın verir izzətinə, cəlalına bizi Həzrəti Əmir Əl-Möminin o gözəl sifətləri ilə sifətləndirsin. Bizi ondan dərs almağı nəsib eləsin. Bizi onun həqiqi ardıcıllarından qərar versin. Bizi onun vilayətində sabit qədəm eləsin. Cəmaatımıza, xalqımıza, ölkəmizə, vətənimizə Həzrəti Əmir Əl-Mömin əleyhissalamın haqqına və onun vilayəti haqqına doğru yoldan əsirgəməsin, xalqımızı izzətli əziz eləsin, məğlub edilməz eləsin, düşmənlər qarşısında möhkəm eləsin, məğlub edilməz eləsin, düşmənlərimizi məhv-i nabud eləsin, gələn günlərimizi xeyirli günlərdən qərar versin, bu bayramı hər birimizə mübarək eləsin, zəmanə imamımızı səhih səlamət eləsin və zuhurun təcil eləsin. Allahümmə salli alə Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. İnnə a'taynəkəl kəvsər فصل لربك وانحر إن شانئك هو الأبتر. صدق الله العلي العظيم.